Salam əziz izləyicilərim, bu sizlərlə pulov reseptini bölüşəcəm. Bu arada Qurban bayramınız da mübarək olsun, neçə belə bayramlara çıxasınız. Mən pulovda mümtaz düyündən istifadə elədim. Bu düyü də çox dadlı alınır, həm də dən qalır. Əvvəlcə düyünü yaxşıca yuyuram. Yaxşıca yuyduqdan sonra biraz su qatıb, duzu atıb 1-2 saat saxlayıram ki, şişsin. Düyünü saxladıqdan sonra toyuq ətini həm budun, həm bud dibindən istifadə elədim. Yaxşıca təmizləyib, yuyub, biraz qaynadıram. Biraz qaynayandan sonra yuyub, təmizləyib, qızardıram. Duz istivot əlavə eləyib, hər iki tərəfi yaxşıca qızardıram. Qızarandan sonra keşmiş və turşuları da biraz başqa qabda tavaya əlavə eləyib, yağ əlavə eləyib, biraz qızardıram. Keşmişin rəngi biraz qara görsənir, onun forması elə idi, ağ keşmiş deyildi, ona görə elə görsənir. Sonra isə düyünü qaynatmağa başlayıram. Düyü qaynamağa başlayanda suya biraz duz, biraz da duru yağ əlavə eləyirəm ki, düyü tam dən qalsın. Sonra isə biraz zəfəranı suvurub, bir qaşıq zəfəranı suvurub bir tərəfə qoyuram, biraz dəm alsın. Qaynatdığım düyünü dəmləyəcəyim tavaya əlavə eləyib, həm toyuq ətini, həm də keşmişi zadı əlavə eləyirəm, yağı əlavə eləyib, düşəmə kimi əlavə eləyirəm. Siz bunu düşəməli aşda deyə bilərsiniz. İnanın, çox dadlı alınır. Siz də eləyib, nuş eləyə bilərsiniz. Sizə fikir olsun istədim. Hazırlanmışkən videonu sizlərlə bölüşmək istədim. Videoma axıra kimi baxmısınızsa, like eləyib, bəyənməyi unutmayın. Mənə dəstək olub, kanalımı böyütməyə